Salam, hər vaxtınız xeyir olsun. Bu gün biz maliyyə hesabatlarının hazırlanmasında ən vacib funksiya olan SUMIF funksiyasından istifadə edəcəyik. Funksiyada burada həm vönə görə, həm mədaxil məxaric sözünə görə hesablama və başlanğıc və son tarixə görə hesablamanı burada əks elətdirəcəyik. Bu hesablamanın da burada bank hissəsindən vön sütunu var, mədaxil məxaric sütunu var və tarix sütununa görə hesablamamızı aparacağıq. Keçək funksiyamızı yazaq. Bərabərdir SUMIF funksiyasını qeyd edirik. Funksiyanı yazandan sonra biz bank hissədə pul hissəni, yəni mədaxil olan hissəni seçirik. Vergülümüzü qoyuruq. Sonra isə vönə görə hesablama. Şərtimizə vön sütununda hansı vön qarşılığı olmalıdır, vönə görə gəlməlidir. Buradakı vönü seçirik. Nöqtə vergül. Və ardından keçirik tarixə görə. Həmin o tarixdə, yəni məbləğ bu tarixə görə J sütununda, bu J sütunundan buradakı hissədə isə deyirik ki, yəni start tarixindən böyük olmalıdır və ona bərabər olmalıdır. İndi burada belə silək və gələk start tarixini seçək. Belə götürdük, heç nə problem yoxdur. Burada bir problem olur, çünki görürsünüz, bundan böyükdür, bərabərdir sözünü, məsəl üçün, dırnaq içərisində yazsaq, belə, burada yazsaq ki, böyükdür və bərabərdir, bu tanımayacaq, bunu da görürsünüz, rəngi də dəyişdi. Ona görə and işarəsindən, birləşdir işarəsindən istifadə edirik və ardından eynən keçirik yenə bu hissədə məxaric sütununu seçirik, yox, daha doğrusu tarix sütununu seçirik və ardından keçirik yenə report hissəmizdə end olan xanamızı seçirik. Qarşısından dırnaq içərisində və endlə birləşdirərək burada isə bundan kiçikdir və bərabərdir, tərsinə kiçikdir və bərabərdir işarəsini seçərək funksiyamızı yazırıq. Burada bir başqa problemimiz də olacaq. Bunu aşağı sürüşdürəndə görəcəksiniz ki, baxın burada gördünüz, bura gəlib düşübdür start end tarixi. Ona görə burada isə görürsünüz öz yerindədir. Həmin bu K2 və L2 xanalarında bunları bərkitmə işlərini aparaq ki, burada problem olmasın, dollar işarəsindən və yaxud da ki, xananı adlandıra bilərik. O cürə istifadə etməklə tamamlamış oluruq və gördünüz, hesablamalarımız gəldi. İndi mədaxil məxaric sütununa görə hesablamamızı aparacağıq. Keçirik, yenidən bir dənə SUMIF yazacağıq ki, bəs bu mədaxilə görə oldu. Burada görürsünüz, G sütunu mədaxil deməkdir. Biz indi H sütununa görə hesablamamızı aparırıq və bir if şərti verəcəyik. Burada yazacağıq ki, if, mötərizəni bağlayaq, burada if yazacağıq ki, əgər bu burada, yəni belə deyim də, yuxarıda I2-də, əgər I2-də I2 bərabərdirsə mədaxilə dırnaq içərisində, onda SUMIF-in birincisini versin. Buradan vergülümüzü qoyaq. Mədaxil, neysə, düz getmədi. Azərbaycan dili, caps lock. Mədaxil yazırıq. Mədaxildirsə, heç onu da düz yazmadıq. Mədaxil sözü varsa, niyə yazamıq? Mədaxil sözü varsa, onda bunu ver. Əks halda isə məxaric sözü olarsa, gəlib burada Ctrl-Z, təzədən yazmağa eyni şeyə ehtiyac yoxdur. Bir də vergül, rus dili, ingilis dili, vergül, kopyalayıb yapışdırırıq. Deyirik ki, burada G sütunuydu. Mötərizəni bağlayayım, deyəcəm. Biz gələcəyik, görürsünüz, burada G sütunudur. Digərlərini dəyişmək lazımdır. G sütununu H sütunu eləyərək funksiyamızı tamamlamış olacağıq. Qalxaq yuxarı. Buranı dəyişib H sütunu etsək, bir də funksiyanı yazmaq ehtiyac yoxdur. H sütunu etsək, bizdə həmin o məsələ olacaq. Görürsünüz, bayaq mədaxil olsa, bunu dəyişsək, mədaxil eləsə, ora 0 verəcək. Məxaric olduğunda isə rəqəm verəcək. Və kənarına 2 dəfə vurmaqla bütün funksionallığı yəni işlədə bilərik. Mədaxil, görürsünüz, gəldi. Digərləri daxil, məxaric isə
burada eynisi deyəsən birinə təsir elədi. Yoxsa nəyəsə sürüşmə var. Hə, burada i xanasını sürüşmənin qarşısını almalıyıq dollar işarəsi ilə. Hər ikisinə dollar qoysaq daha yaxşı olur, amma birində də kifayət eləyəcək. Bir dəfə də indi mədaxil eləyəndə görürüz, dəyişdi rəqəmlər. Hətta burada tariximizi dəyişək. Deyək ki, 23 yox, 24-ə qalxsın. 24 və rəqəmimiz dəyişdi. Bu qədər. Ümid edirəm ki, yəni funksiyanın həm izahını sizə daha anlaşılır şəkildə izah eləyə bildim, həm də işinizə yarayacaq. Oldu. Hələlik təşəkkür edirəm izlədiyiniz üçün.